Türkiye'de cuma namazı kılıyor musunuz? Kılmıyoruz. Bugün bir işine baxmam, deyir, biz cüməni qılmırıq. Açıq aynen deyir. Mesela Türkiye'de cuma namazı kılıyor musunuz? Kılmıyoruz. Niye kılmıyorsunuz? Şundan ötürü, çünkü cuma namazı Peygamber sallallahu aleyhi ve selleme Mekke'deyken farz kılındı. Ama Peygamberimiz cuma namazını Mekke'deyken kılmadı. Medine'deki sahabeler cuma namazını kıldılar. Peygamberimiz de hicret ettikten sonra cuma namazını kıldı. Demek ki bir yerde, yani bizim anladığı bu fıkhi ihtilaflı bir mesele. Evet. Yani örnek veriyorum, siz kıldığınızda hata yapmış olmazsınız bize göre. Çünkü bu fıkhi bir mesele olduğu için, içtihat farklılığına yer olduğu için bu fıkhi bir mesele. Önce onu söyleyeyim. Yani bizim için öyle çok önemli bir şey değil bu mesele. Çok önemli bir mesele değil. Ama biz cuma namazını Peygamberimizin kıldığı gibi kılmak istiyorsak, biz de ancak Peygamberimiz gibi sığınabileceğimiz bir yurt olduğunda, bize ait olan, bizim hükümlerimizin cari olmuş olduğu bir yurt olduğunda, can ve mal emniyetimizin olduğu bir yer olduğunda Peygamber burada cuma namazını kılmış. O zamana kadar da öğlen namazını kılmış. Şu anda böyle bir yurt var mı dünyada? Ben bilmiyorum. O zaman dünyanın hiçbir yerinde cuma kılınmaması lazım. Şimdi iştihadi dediğim için mesela siz de deseniz ki, örnek veriyorum, hayır. Cuma emri mutlak bir emirdir. Nerede olursak bunu söyleyen İslam alimi, nerede olursak olalım cuma namazını kılmamız lazım dersiniz, kılarsınız. Fıkhi meseleler bizi bölmemeli. Evet. Yani İslam ümmetinin yeterince zaten sorunu var. Yeterince çok köklü problemi var. Bir de böyle fıkhi konuları getirip asli mesele haline getirirsek olur. Mesela ben kılmam, Evet. ama hiç kimseye kılma demem. Cemaatinden kılan var mıdır bilmiyorum. Bizden kılan olduğunu zannetmiyorum. Yani Evet. genel itibariyle çünkü bir Selefilerden arada vardır olduğumuz- mı? Var. Selefilerden kılan insanlar var. Var. Peki tamam diyelim ki cuma namazını yerine öğle namazı mı kılıyorsunuz? Öğlen namazı kılıyoruz. 5 vakit namaz 5 kılıyorsunuz. vakit. O gün 5 vakit namaz kılmak. Evet. Değişik konuya geçmek istiyorum. Şimdi şöyle, cuma namazıyla da bağlantılı aslında dediniz ya, bizim ne dediniz? Emniyetli bir yurt değil mi? Öyle mi anladım? Evet. Türkiye emniyetli değil mi? Yani benim inancımda olan, Allah'ı birleyen, tağutu reddeden bir insan olarak ben emniyette değilim. İşte 5 kere cezaevine girdim, 11 sene cezaevinde Peki yattım. Darül Harp mi diye tanımlıyorsunuz? Şimdi Darül İslam ve Darül Harb'in tanımı nedir? Bu benim için bir anlam ifade etmiyor. Öncelikle onu söyleyeyim. Teknik bir tartışma bu. İslam alimleri derler ki, hatta istiyorsanız Diyanet Vakfı'nın yayınlamış olduğu İslam Ansiklopedisine bakın. Darül İslam, Müslümanların imamının elinde olan ve Müslümanların ahkamının cari olduğu Evet. yerdir. Darül Harp, Müslümanların elinde olmayan ve Müslümanların ahkamının icra edilmediği yerdir. İslam hukukunun olmadığı yerdir. Peki Evet. Türkiye'de İslam hukuku mu var? Yok. Size soruyorum. Var mı Türkiye'de İslam hukuku? Hayır. 100 yıldır Kemalistler ensemizde boza pişiriyorlar. Bize ait olmayan bir dünyanın yasalarıyla... Burada cuma namazı farz değil mi diyorsunuz? Nasıl? Cuma namazı farz değil mi? Bu ihtilaflı bir konudur dedim ya. İhtilaflı dediniz. Ama Hanzala azmışın biri. Azmışın biri azmışdı. Türkiye'de çıxıb mübahisə eləyir bir də çoxu ilə. Lap məşhur oldu, təsəvvürlə. Özdə nə deyir? Deyir mən sələfiyəm. Gör ki, sələfilərin adından danışır. Azmışın biridir. Hanı lal ördəklər susmamışsın. Bir deyəsən su utdu deyəsən, suyu danışdı nəsə. O da heç nələ belə təəccübləndi. Hamısı susub. Çıx olanın onu şübhələnən, bugün bir verilişinə baxıram, deyir, biz cüməni qılmırıq. Açıq aynen deyir. Biz deyir, cümə qılmırıq. Müxbir də deyir ki, ümumiyyətlə, saat yer üzündə sizin üçün cümə namaz qılmağa yer var. Deyir ki, yoxdur. Yəni, elə çıxır ki, Məkkədə. Meçidə gedmirik, yəni. Çünki ne üçün? Darül kufurdur. İslam deyil və nəyi dəlil gətirir? Fikir ver. Yəni, Türkünün dəlil gətirməyinə var. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Məkkədə olanda cümə qılmadı. Amma Mədinədə olanlara dedi ki, siz qılın. Bunu gətirir. Amma Allah'dır. Çünki ne üçün, qardaşlar? Onların etiqadına görə, yəni hakim ola, 100% şəriət ola, onda Darül İslam olacaq. Peyğəmbər sallallahu aleyhi ve sellem sahabelərdən bir hissəsi gelmişdi Mədinəyə. Mədinə onda məyər Darül İslam idi? Sual verirəm sizə. Darül İslam deyil daxil. Sadəcə sahabelər müəyyən bir hissəsi köç eləmişdilər ki, Məkkədə çətin idi onlar üçün. Öldürürdülər. Aydınlı hicrət eləmişdilər. Darül İslam deyildi ki, Mədinə onda elə. O vaxtı. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem nə dedi? Qılın siz, çünki biz qıla bilmirik burada. Qıla bilmirik, o mənada yox ki, olmaz qılmaq. İmkan yox idi. Lakin gör necə təqdim eləyir? Cavanlar məsələn işte deyir ki, hələ deyil. Hələ deyil. Orada Darül Kufur idi da Mədinə o vaxtı. Və xüsusən də bunların etiqadına görə. Amma gör, nə deyir? Deyir ki, indi bir saat yer üzündə belə meçid yoxdur və cümə namazı yoxdur əslində. Görürsən nə danışır? Və bunu efirdə deyir açıq aydan. Ver. Ya hələ adamlara bəyan eləmək lazım. Hələ fikirləri bəyan eləmək lazımdır. Ağzına su alıb oturursan. Ya sən danışma, mən danışma. İmam Əhməd deyir, sən sus, mən sus. Onda necə biləcək cəmaat haqdan batılı? Hələ artıq Darül İslam oldu. Getdi Peyğəmbər sallallahu aleyhi sonra. Artıq əhkamlar quruldu. Artıq bu yavaş-yavaş bu mərhələ ilə getdi. Artıq oruc gəldi, sonra zəkat fərz olundu. Onlar hamısı
birdən hamısı olmuyor baxır. Məkkədə namaz nə vaxt fərz oldu? Məkkədə olanda hicrətdən qabaq 2-3 il qabaq fərz oldu namaz 5 vaxt. Başqa heç nə yox idi. Nə zəkat var idi, nə həc, nə oruc, nə də başqa, nə cihad. Döyüş növü. Amma cihadın dəvət növü var idi. Allah Taala buyurur ki: "Və cahid bihim cihadan kebira." Onlarla böyük cihad elə. Məkkə ayəsidir bu. Bu ayə Məkkədə nazil olub. Yəni böyük cihad adlandırır. Orada da nə cihad nə idi? Dəvətlə, sözlə. Dəvət özü də cihad daxil, bir növüdür. Cihad bir dənə deyəndə döyüş deyil axı. Aydındır? Hə. Cihad nə vaxt ki artıq dövlət quruldu, ondan sonra əhkamlar başladı gəlməyə. Darul İslamla Darul Küfr məsələsi təyini qardaşlar əhali iləndir. Hə, əhali iləndir. Əgər çoxluq müsəlmandır, müsəlmanların əlindədirsə, ora Darul İslam gedir. Yox, çoxluq kafirdir, kafirlərin əlindədirsə, ora Darul Küfr gedir. Aydındır? Hətta birdən müsəlmanlardır, əhali, lakin hakim kafirdir. Yenə Darul İslamdır. Lakin bu məsələni xavariclər aydındır, bir də hizbilər, ixvanlar şişirdirlər. Deyirlər, yox, hakim gərək müsəlman olsun. Onlara Allah əhali kafir olsa da, hakim gərək deyir, nə olmalıdır? Gərək əmir-il-müminin ola, yəni böyük xəlifələrdən ola, yəni hakim ola, 100% deyil. Onda Darul İslam olacaq. Amma biz Əhl-i-Sünnə vəl-Cəmaət deyirik, əhali iləndir. Necə Şeyxülislam da bu rəyi meyl edir. Əhali iləndir. Əhali müsəlmansa ora Darul İslamdır. Amma bu o demək deyil ki, Darul Küfrdə cümə qılınmır. Aydındır qardaşlar. Yəni onda Avropada milyonlarla müsəlman var, Amerikada və ya başqa yerlərdə. Afrikada elə ölkələr var, düzdür. Kafirlər də var, çoxdur, lakin azlıq var müsəlman. Onlar cümə namazı qılırlar. Çili, Avstraliyada zətdə müsəlmanlar var. Həm də Rusiyanı özün götür. Rusiya biraz qarışıqdır, Rusiya böyükdir. Onun içində müsəlman cəmiyyətləri çoxdur, ölkələri hətta. Hətta Rusiya ümumən götür. Onda o sözdən çıxır ki, cümə namazı var burada, elə var ki, cüməyə gəlmirlər. Amma dəlilləri görün nədir? Görün, mən sizə bildirmək istəyirəm ki, görün nə dəlil gətiriblər. Bu dəlil çox zəifdir yəni. Allatmaqdır. Kimi başı çıxmır, onu allada bilər. Aydındır?